çıxmışıq Bakıda ən ucuz kebab verilən yeri axtarmağa. Belə tapa biləcəyikmi? Salam hər kəsə, mən Hüseyn Salmanov. Bugün Bakının ən ucuzlu və ən bahalı kebablarını çəkəcəyik. Hal-hazırda belə bir yerdəyik. Putkalar da balaca və kebablar verilir. Qiymət olaraq ən ucuzun hələ ki 3 manatı tapmışıq. Birazdan gözləyirik kebabımız hazır olsun. Lülə kebabının dadına baxacağıq. 3 manatlıq kebab maraqlıdır, necə olacaq? Cümlələrimiz bu da, dayı. Quzu ətindəndir, 120 qram ət vurulur. Aycan arxada kebablarımızı pişiririk manqalda. Təşəkkürlər dayı, çox sağ olun, Allah razı olsun. Pul da qoydum ora. Yəni bildiyimiz lülə kebabdır. Əti göyərtisi soğanlı yerində, lavaşla normal. Yəni çox da bir gözləntiniz olmaz, amma yəni normal kebabdır. Əti qəşəng yumuşaq, sulu. Lülə kebabımızı yedik. Burada qiymətlə nəzərə alıram. 5 bal üzərindən verəcəyim bal 4.2-dir. Yəni pis deyildi, normal lülə kebab idi. Əti qaydasındaydı. Yumuşaq idi, dağılmırdı, soğanlı və lavaşın içində. Belə maraqlı idi. Keçək indi növbəti məkanlara getdik. İkinci məkanımız olan Xətayidə yerləşən və orta qiymətdə bildiyimiz Hayat Kebab evinə gəldik. Gedə görə burada lülə kebab necə verilir? Hayat Kebab evində sifarişimizi verdik. Vaxtını qoşmuşuq, göstərim. Görən istəyiqə gələcək. Təşəkkürlər, sağ olun, çox sağ olun. Vaxta baxaq, kebabımız 14 dəqiqəyə gəldi. Aşağı yuxarı bişmə hazırlama vaxtı 10-12, 13 dəqiqə çəkir, normal vaxtı. Və qeyd edim ki, 200 qram ət var burada. Quzu ətidir, görünüşü yaxşıdır. Götürük, lüləmizi belə qoyuruq lavaşa. Bir dənə lavaş götürək, qalın olsun. Lavaş da belə nazik lavaşdır. Biraz soğan tökürük. Mağazada acı kana verilir, çox az. Orduba üstü dürmək sənədir. Dadına baxaq görək. Birinci onu demək istəyirəm ki, o içinə vurduğum göyərtili soğanlarda çox sivecidir. Çox qəşəng dadı var. Deyəsiz adi soğan, amma yəni deyillər, çox sivecidir. Əti yumuşaqdır, ədviyyat balansı normasındadır. İçinə vurulan soğan çox deyil. Ətin dadını örtbasdır eləmir. Quzun hər hansı bir pis qoxusu falan gəlmir. Yəni hər şey qaydasındadır. Görünüşü zaten gördünüz, qəşəng idi, yaxşı idi. Yaxşı da bir şey. Lülə kebabımızı yedik. İndi isə qiymət 5 bal üzərindən. Mənim verəcəyim qiymət bu məkan üçün 4.3 olacaqdır. Görək Google Map-də verilən rəylər necədir. Google Map-də də 21 rəy üzərindən 4.4 veriblər. Oxuyuram rəyləri qısaca. Kebablar gerçəkdən çox harika, tövsiyə ediyorum. Bura əsasən türklər rəy yazıb belə baxıram və kebablarını bəyənirlər, tərifləyirlər. Ortam bir balaca, sanki qaranlıqdır, amma yeməkləri yaxşı idi. Biz də öz balımızı verək, 4 veririk 4.3 olmağına görə. Qidaya verəcəyimiz bal 4, xidmət verəcəyimiz bal 5, atmosfera verəcəyimiz bal 4. Öz rəyimizi yazaq. Mümkün yaxşıdır, gəlmək olar. Xətai rayonunda yerləşir, xidmət çox yaxşıdır, güləriz və xoş qarşılanır. Lülə kebabının qiyməti 9 manatdır. Düşünürəm ki, orta qiymət sayılır. Məsləhət görərəm. Şəkillərimizi də əlavə elədik. Hesabımız da gəldi. 5% servis haqqı tutulur. Lülə kebabının qiyməti 9 manat, lavashın qiyməti 2 manat, düşesin qiyməti 3 manat, çoban salatının qiyməti isə 3 manat 50 qəpik, 88 qəpikdə servis haqqı tutulur. Bu arada qeyd edim ki, birinci yediyimiz məkanda lavaş da qiyməti daxil idi, amma burada çörəyin qiyməti ayrıcadır. Hesabımızı da verdik. Keçirik artıq növbəti məkana. İzləmədə qalın. Rəy yazmağı, bəyənməyi, abunə olmağı unutmayın. Gəldik Səhər Meyər restoranına, sifarişimizi verdik. Vaxtı qoşmuşuq. Vaxt gedir, görək burada lülə kebabı neçə dəqiqə hazır eləyəcəklər. Belə maraqlı bir yerdir, kabinetlərdir, ümumi zalı yoxdur. Arxamda palma ağaclarını görə bilərsiniz. Bu arada çox böyük palma ağacları, qəşəng yerdir. Lüləmizi düzəldək, çöldə yeyək açıq havada. Belə deyim, görüntüsü qəşəngdir. Qeyd edim ki, yanında soğan falan heç də qoymamışlar. Digər məkanlarda var idi. İkinci əyləşdiyimiz məkanda lavaş əlavə ekstra pulu idi. Burada amma ekstra deyil. Lülə kebabın yanında gətirdilər. Tam səmimi fikirlərimi deyəcəm. Burada mənə gəlir ki, quyruq biraz üstəlir ətin dadını. O biraz xoşuma gəlmədi və o quzu ətinin bir spesifik dadı var, qoxusu var. O bundan gəlir. Amma digər yediyim, hətta ən ucuzlu lülə kebabda belə açığı o gəlmirdi. Amma burada mən o qoxunu, dadı hiss edirəm. Bu da olmalı deyil lülə kebabda. Mən İmenlülə kebabı açığı burada bəyənmədim. 5 bal üzərindən verəcəyim bal olsa 3.8 olar. 3.7 olar hər halda. Çünki qiyməti 11 manatdır və dadı da düşünürəm ki 11 manatlıq deyil. Qramaj olaraq da yəqin ki 200 qram içərisində ət var. Sifarişimiz isə gəlmə vaxtı hardasa
Hardasa gəldi, 2 dəqiqədə, 3 dəqiqədə çıxsa 11 dəqiqə. 11 dəqiqə sifarişimiz gəldi. Normal vaxtda gəlib, tez gəlib. Amma məncə lülə kebabları o qədər də ideal deyil. Mənim balım 5 bal üzərindən 3.7 oldu. Google Map'də isə verilən ballara baxırıq. 19 üzərindən 4.1 verilibdi. Biz də öz qiymətimizi veririk. Qidaya verəcəyimiz bal 3, xidmətə verəcəyimiz bal 4, atmosferə verəcəyimiz bal 4. Qeyd edim ki, əyləşdiyimiz məkan kabinetdə əyləşmişdik, otaqda əyləşmişdik. Yəni orada o qədər də ürək açıq deyildi. Ona görə biz çəkiş içəridə eləmədik, çöldə elədik. Bu qədər. Qeydimizi də yazaq. Lülə kebab gözlədiyim qədər yaxşı deyildi. Qiyməti 11 manat idi, amma yanında göyərti və soğan verilmədi. Yalnız lavaş təqdim olundu. Bu qiymətə görə servis bir qədər zəif qaldı. Dadına gəldiksə, quzu ətinin spesifik qoxusu sonulur ki, məncə bu olmamalı idi. Tərkibinə vurulan quyruq isə ətin öz dadını üstələyirdi və balansı pozurdu. Şəklimizi də əlavə edirik. Rəyimizi də yazdıq. Göstərim sizə. Keçək indi Bakının ən bahalı lülə kebab verilən məkanına sürpriz olaraq qalsın. Gedək görək orada lülə kebab necə olacaq. Getdik. Girişə 10-15 manat ödəyəcək deyəsən parkovkaya. Bu lap çox baha oturacaq üstümüzə. Amma görə əziyyətimizi görürsünüz. Bəyənməyi, abunə olmağı. Gəldik indi isə Çayk restoranına, Dənizkənarı Milli Parkın yanında yerləşən Çayk restoranına Bakının ən bahalı lüləsini yeməyə. Gedək görək burada lülə necədir. Çox maraqlıdır. İzləmədə qalın, gedək. Sifarişimizi verdik, lülə kebab verdik burada da. Burada biraz fərqli olacaq, döymə kebab olacaq, amma fərqi yoxdur, quzu ətin olacaq. Vaxtda qoşulur. Görək, neçə dəqiqə hazır olacaq. Sifarişimiz gəldi, 15 dəqiqə gəldi. Normaldır, vaxtında gəldi. Belə bir sunumu var, soğanlı, göyərtisi. Burada tomatlı sosdur, nədirsə tam dəqiq bilmirəm, amma yəni acıqa deyil də. Üçüncü məkanda bunların heç birini verməmişdilər. Bir dənə lavaş vermişdilər. Şimdi dadına baxaq. Əti qəşəng pişib. Yumuşaqdır. Üstü otu ədviyyatları qaydasındadır. Quyruğun dadı çox deyil. Ətin dadını hiss etmək olur. Quzu ətidir. Bu arada bildirim ki, bu döymədir. Lavaşla da dadına baxaq. Burada fərqli yeyəcəyik. Biraz üstündə göyərti. Biraz da soğan. Götürək batıraq sosu. Bu sos deyil, pomidordur, nəsə qarışıq bir şeyin nə olduğunu bilmirəm. Bilirsinizsə siz yazın. 5 bal üzərindən mənim verəcəyim bal 4.5-dir. İstiot quzu, quyruğun və quzu ətinin dadı, belə deyim, qarışımlar bir-birinin önünə keçmirdi. Yəni hər şey qaydasında, qədərində vurulmuşdu. Ətin dadını bəyəndim, quyruğun dadı da ətin dadını üstələmirdi. Quzu ətindən indi qeyd edeyim. Qiymət olaraq isə əsas qiymət olaraq deməli döymə quzu ətinin lüləsi 24 manatdır. Bir məkan çox geniş, fərah və lüks bir məkandır. Ona görə qiymətlərin belə yüksək olmağı normaldır. Tez-tez olmasa da özəl günlərinizdə məncə bu məkanda keçirə bilərsiniz. Google üzərindən biz birinci ilk öncə öz rəyimizi verək. Qidaya 4, xidmətə 5, atmosferə 5. Bu arada bizim masaya xidmət edən qardaş möhtəşəm təqdimat, möhtəşəm izah, həqiqətən çox yaxşı xidmət edirdi. Bu mapdə biz də şəkilləri əlavə elədik, kommentimizi yazdıq. Təzə şirniyyatlarımızdan biridir. Pendirli krem tort. Ənvər bəyin təqdimatında. Üstündə olan şəkərdir. Biz onu karamelləşdirəcəyik. Çox mükəmməl görsənir. Təşəkkürlər, çox sağ ol. Nuş olsun. Minnətdaram. Ümid edirəm ki, bəyənəcəksiniz. Super, hər şey əla. Gətirərəm. Tamam. Bunun adı tort deyirəm, Sırf şirniyyatım. krem tort, yəni pendirli krem tort. Pendirli krem və Napolyon. Çox sağ ol, minnətdaram. Üzərində olan şəkəri əridərək karamelləşdirdilər. Ondan sonra servis elədilər. Dadım çox yaxşıdır. Çox şirin deyil. Ağzı qoyduğum olan lokum kimi belə deyim gedir. Napolyona da baxaq dadına. Mən bu videolarımı İdman müəllimim görür, həmişə məni acılayır. Çox yeyirsən, az yeyə, arıqlamaq lazımdır, amma neyinə lazımdır da. Altının keksi deyim, nəyə deyim, xıçqırsıdır. Ürək vurucu dərəcədə şirin deyil. Həqiqətən qəşəng. Siləyə də yeyək, mövsüm olmasa da yeyək. Deməli hesabı istədik. Hesabımız 82 manat tutdu, amma burada biz fərqli yeməklər sifariş vermişdik. Onlara qatmasaq, kebabın qiyməti 24 manat, kolan qiyməti də maraqlısı 6 manat. Qeyd edeyim ki, bu cür xidmət, bu cür servis, düşünərsən ki, servis haqqı da yəqin tutarlar, amma servis haqqı qətiyyən tutulmur. Bu da məncə çox yaxşıdır. Şəxsən mənim çox xoşuma gəldi, yəni servis haqqının tutulmaması. Servis haqqının tutulması mənə görə biraz mənasız gəlir. Çünki məkana gəliriksə, biz o məkanın servisindən yararlanmaq üçün gəlir. Əlavə bir ekstra servis haqqı ödəməyimiz düzgün deyil. Ənvər qardaşa xüsusi təşəkkürlərimi bildirəm. Həqiqətən çox yaxşı maraqlandı bizə. Bu gün Bakının
ucuz, orta və bahalı lülə kablarını test elədik, sizinlə bölüşdük. İndi isə keçək qiymətləndirməyə. Qiymət və keyfiyyət olaraq mənim fikrimcə 4-cü yerdə Səhər Meyir restoranı, 3-cü yerdə Çayka restoranı, 2-ci yerdə Həyat Kebab restoranı, 1-ci yerdə isə 3 manata yediyimiz lülə kebab məncə həqiqətən qiymətinə görə təbii ki 3 manat olduğuna görə keyfiyyət olaraq çox yaxşı idi. Qiyməti bir kənara qoysaq, sırf keyfiyyət olaraq müqayisə ediriksə, o zaman 4-cü yerdə Səhər Meyir restoranı, 3-cü yerdə 3 manata yediyimiz lülə kebab, 2-ci yerdə Həyat Kebab restoranında yediyimiz lülə kebab, 1-ci yerdə isə əlbəttə ki, Çayka restoranında yediyimiz lülə kebab həqiqətən möhtəşəm idi, söz ola bilməz, dadı çox yaxşı idi. Belə, mənim qiymətləndirməm bu qədər. Siz də bu tərz videoların çox olmasını istəyirsinizsə, mütləq şəkildə rəy yazmağı, abunə olmağı, bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın. Növbəti videolarda görüşənədək hələlik.